Dözə bilmirəm, Kərbəlasız yaşaya bilmirəm az. Özü üzlüyündə Şəbihin tarixi Yezidin sarayında xanım Zeynəbin İmam Hüseynin köynəyini asmağından başlayır. Xanım Zeynəbin qardaşını itirməyi adi bir qadının qardaşını itirməyindən eyni deyildi. Oradakı hisslərlə eyni deyildi. Kərbəla hadisəsini, o binanı elə tikdilər ki, hər şey yerindədir. Hamı öz misyasını icra edir. Bütün özünü tanıyan, ləyaqətli, qeyrətli kişilərə təsir eləyə bilən bir sözdür ki, İmam Hüseyin Yezid qoşununa deyir ki, dininiz yoxdursa heç olmasa kişiliyiniz olsun. Hər dəfə Kərbəla ziyarətinə gedəndə hər dəfə bir möcüzə ilə rastlaşıram. Mənim həyatımda böyük təsiri qoyur. Kərbəla hadisəsini öyrənmək, bunu bilmək insana bu stresli halında, böhranlı vəziyyətində yardımcı ola bilərmi? İmam Hüseynin son sözlərinə baxırıq. Son sözündə deyir ki, Allahım sənin qəza qədərinə razıyam, əmrinə təsliməm. Ailədə atanın, övladın, xanımın hədəfinin eyni olması çox məsələləri həll edə bilər.